Həzrət Rəsulullahın bir dənə hədisi var ailə qurmaq istəyən gənclərə. Buyurur ki, hər kim bir xanımla onun iffətinə, ismətinə, imanına, təqvasına görə ailə qursa, əgər o xanımın sima və cəmalı gözəl olmasa da, Allah o xanımı, onu sevən o oğlanın gözündə o qədər gözəlləşdirər ki, elə bilər daha yer üzündə bundan gözəl xanım yoxdur. Baxın, o zahiri sima və cəmal rol oynamaz. O ki, böyüklərimiz deyib, sevginin gözü kör olur, məhəbbətin gözü kör olur. Bunlar elə-belə sözlər deyil. Sonra bizdən məcaza yönəlib bunlar. Sonra bizdə məcaza yönəlib. Elə Peyğəmbərin sözünün zimnindən çıxan bir sözdür bu. Bir nəfəri Allah üçün sevsə, onda olan nöqsanları görməyəcək. Onda olan nöqsanları görməyəcək. Məcnuna deyirlər, axı bu Leylinin neyinə vurulmusan? Qara pısa bir qızdır. Dedi ki, siz ona Məcnunun gözü ilə baxın. Təbii ki, sizin gözləriniz onu qara görəcək. Amma mənim gözlərim onu günəş görür, ay görür. Dedi, siz ona Məcnunun gözü ilə baxın. Əgər məşuqa aşiqin gözü ilə baxsın, onda təbii ki, o baxışlar və görkəmlər fərqlənir. O ki, məsumlar bizə deyirlər, bizə oxşuyun, biz eləyənləri eləyin. Elə birinci məsələ bundan ibarətdir. Məşuquvuza bizi kimi baxın. Ki, əsl məşuq ki, Allahdır, deyir, məşuqa bizi kimi baxın. Əmir əl-Mümin əleyhissalama dedilər ki, sən görmədiyin məbuda necə ibadət eləyirsən? Dedi ki, ağıllı söz danış bizim dildə. Mən görmədiyimə heç vaxt ibadət eləmərəm. Dedilər ki, görürsən, dedi, bəli görürəm, amma qəlbimlə görürəm. Çünki əsl görən də qəlbdir, göz deyil ki. Bu göz qəlbin tabeçiliyindədir. Qəlbi hara yönləndirsən, göz də gedir ora. Olur, olmur. Ki, bunun dəfələrlə misal vurmuşuq. Küçədə biri sənə salam verir, sən onu görmürsən. Niyə? Çünki başqa şey fikirləşirdin. Ürəyin hardadısa, gözün də oradadır. Görsən, məsələn, bəzən ürək hardadısa, göz də oradanın nümunələrindən biri budur. Bəzən eşqdən biri havalanır. Kimi götürürlər qabağına, məşuqunu görür. Elə deyil. Kimi götürürlər qabağına, öz məşuqunu görür, öz məşuqəsini görür. Niyə? Çünki ürək oradadır. Daha bu göz sırf ona tabeçiliği göstərdiyinə görə heç kimi görə bilmir. Heç kimi də görmür. Odur ki, məsumlar deyirlər, bizim dalımızdan gəlin, bizi kimi olunun. Biri də budur ki, məşuqa bizi kimi baxın. Qəlbimizin gözü ilə, qəlbin gözü budur ki, qəlbimizi ona yönəldin. Çünki qəlb ən mühüm məsələdir də Allaha yönəlmək üçün. İmam Sadiq əleyhissalam buyurur, qəlb Allahın hərəmidir, Allahın evidir. Ən mühüm məsələ budur. Əgər onu Allah üçün aça bilsin, Allahı ora yerləşdirə bilsin, başqa heç nə yerləşməyəcək. Yox, əgər Allahdan başqasını yerləşdirsin, onda ora daha Allah yerləşməyəcək. Bilirsiniz niyə? Yəni, ən azından insan gərək biraz bu məsələdə diqqətli ola. Mən üzr istəyirəm böyüklərdən də, kiçiklərdən də, xanımlardan da bu misalıma görə. Amma necə olar bir insan öz sevdiyini başqa bir insanla görsün, başqa bir sevgili ilə görsün? Təbii ki, nifrət hissi oyanır da. Elə deyil. Hələ aşağı yerə ağsaqqal deyib qan tökülür. Yox, nələt. Bəzən hətta ailələrin dağılmasına, ailələrin boşanmasına, övladların başsız qalmasına qədər gətirib çıxardır. Bəlkə də mümkündür o görən ki var ki, öz həyat yoldaşının yanında başqa bir xanım görüb, elə doğrudan o həyat yoldaşı o görən xanıma yanında görsənəndən çox ehtiram edir, amma ona heç vaxt qane olmur.
Ona heç vaxt qane olmur. Gördü və salam, ailə dağılır bəzən. Bəzən də böyük skandallar, böyük problemlər. İmam Sadiq əleyhissalam buyurur, Allah da o cürdür. Əgər onun yerində kimisə oturtsa, o süksüzcək sizdən. Gəldi, gördü ki, evinə kimisə salmısan. Onun otağına kimisə salmısan. İmam Sadiq əleyhissalam deyir, qəlb Allahın otağıdır. Allahın evidir, Allahın hərəmidir. Özdə hərəmlə otaq fərqli bir şeydir. Otaq budur ki, ora hər kəs girə bilər. Hərəm budur ki, qorunulması vacibdir. Baxın, hər yerə hərəm demirik. Ancaq müqəddəslərin yerlərinə hərəm deyirik. Və müqəddəslərimizə nə deyirik? Namusumuza nə deyirik? Məhrəm. Elə hərəmdəndir. Məhrəm yəni o şəxs ki, onun ətrafına bir dənə zabor çəkmisən və onu qorumaq sənə olub şərt. O zabora ərəblər deyərlər hərim. Hərim, yəni xüsusi bir zaborun, çəpərin içərisindəki əraziyə deyərlər. Məhrəm o şəxs ki, bir dənə zabor ya çəpər çəkirsən, məhrəmvi də qoyursan ora ki, məndən başqa heç kim görə bilməz bunu. İmam Sadiq əleyhissalam buyurur, qəlb hərəmullahdır, Allahın hərəmidir. Yəni, qəlbivin ətrafına gərək çəpər çəkəsən, zabor çəkəsən ki, o məhrəmin olan Allahı qoyasan ora, başqasını da bıraxmayasan. İlla inki, onun icazəsi ilə ola. İlla icazəsi ilə olanda bir üstə problem olmur da, elə də elə deyil. Məsələn, xanımın bir qohumu ilə danışırsan, xanım narahat olmaz ki. Yadla danışanda narahat olar da. İslam fəlsəfəsi də deyir, hubbi məhbubi xuda, hubbi xudadır. Allahın sevdiklərini sevmək, elə Allahı sevmək deməkdir. Onlara ki, Allah sevgi ayırmaq icazəsi verir, onda Allah da narahat deyil. Əksinə sevinir ki, mənim dediklərimi sevirlər. Amma onlara ki, Allah sevgini qadağan eləyib, ki, nəinki sevgi, o tərəfə çönüb baxmağı qadağan eləyib. İndi sən götürmüsən onu Allahın taxta ağacında istəyirsən oturdasan, təbii ki, Allah adamdan küsər. Allahın arası dəyər adamdan. Ki, yəni, belə də ən loru dildə, ən balaca söz budur. Ki, bu boyda hörmətsizlik olmaz ki. İnsan götürə, başqasını qoya, məbud və məşuqunun yerinə. Odur ki, məsələ bu idi. Gecə namazı dedik insanı gözəlləşdirir. Gözəlləşdirir, bu deyil ki, plastik əməliyyat aparır bunun üstündə. Yox, məsələ bundan ibarətdir. Əgər sən qəlbini Allaha yönəltsin, Allah bütün qəlbləri yönəldir sənə. Nə qədər çirkin olsun da, hamısı sənə ehtiram eləyir, sevir, dəyər verir və hamısı sənə başlayır artıq Məcnunun gözü ilə baxmağa, qara pıs-pısa olsun da. Hamısı sevir. Odur ki, imam buyurur, salatul leyl tuhassinul vəc. Gecə namazının o qədər gözəllikləri var, biri də budur. İnsanı gözəlləşdirir, yəni sevdirir. İnsanı məhbubul qulub eləyir. Qəlblərdə sənə yer tapılır. Özdə o qəlblər ki, 500 il bundan qabaq səni tanımırdılar. Dünən səni tanımırdılar. Bugün görən kimi vurulurlar. Həzrəti Rəsulullahın cəzbediciliklərinin ən böyük nümunələrindən biri olub. Kim görürdü, vurulurdu. Kim görürdü, vurulurdu. Eyni zamanda Həzrət Peyğəmbərin pak ailəsi olan Əhl-i Beytin də, məsum imamlarımızın da ən böyük xüsusiyyətlərindən biri bu idi. Görən vurulurdu. Heç vaxt istəmirdilər onlardan ayrılsınlar. İmam buyurur, gecə namazı o qədər dəyərli və fəzilətli bir əməldir. Tuhassinul vəc, insanın üzün gözəlləşdirir. Nuraniyyət yaradır insanın üzündə. Bilirsiniz də, gözəlliklə də nuraniyyət fərqli bir şeydir. Görərsən, biri sima və camal cəhətindən gözəl olar, amma heç üzündə nur olmaz. Və biz də öz aramızda bu söz, buna insana baxıyor, bir qram nur yox deyə özündə. Nə qədər bahalı da geyinsə, nə qədər görkəmli də olsa,
Deyirlər ki, nur yox deyə bunun üzündə. Bir nəfərdir gəlib çox köynə üstü başda, hətta yamaqlar da var bunun paltarında, belə tozun torpağın içində. Acından yolunu yeriyə bilmir. Əgər üzündə nur varsa, hamı istəyir ki, ona bir ehtiram eləsin. Deyir, bunun insanın üzündəki nura baxıysa. Da orada geyim, kecim, vəzifə, pul, şan, şöhrət, bunun kimliyi gözə görükmür. O nuraniyyəti başlayır cəlb eləməyə. Çünki bu hər adamda yoxdur. Nuraniyyət bilirsiniz nədir? Nurlu olmaq bilirsiniz hara bağlanır. Allah Nur surəsində buyurur: Allahun nuru səmavati vəl ərz. Yerlərin və göylərin nuru mənəm. Hər harda nuraniyyət görsünüz, Allahın ona verdiyi o zərrə nuraniyyətdəndir. Deməli bu insan Allahla bağlanıb ki, nurlu olur. Axı hər şeyin nuru Allahdır. Deyir Qurandakı, mən yerlərin və göylərin nuruyam. Kimdə bir zərrə nuraniyyət olsa mənası bu da Allahla bağlanıb bu. Allah buna nuraniyyət verib, sevdirib. Məsələ budur, dərzimn biz həqiqətdə bir nəfəri sevəndə onu yaradandan ötəri sevirik. Yaradana görə ehtiram eləyirik. Həzrəti Peyğəmbər niyə bizim sevimlimizdir? Çünki onu Allah məbus elədi. Onu Allah seçdi Peyğəmbərliyə, biz də sevdik və seçdik. Həzrəti Əmir əl-Müminin əleyhissalam niyə sevimlidir? Çünki onu Peyğəmbərdən sonra Allahın həqiqi vəli və hüccəti olaraq yer üzündə Allah seçdi. Allahın seçdiyinə görə biz bu seçilmişlərə ləbbeyk demişik. Və Allahın nurundan bunlar da var, biz bunları sevmişik və bağlanmışıq. Odur ki, gecə namazı həm insanı gözəlləşdirər, sevdirər, həm də nuraniyyət verər. Nuraniyyət budur ki, bayaq dediyimiz kimi elə, zahiri sima gözəlliyi olmasa da insan sevilər. İnsan xoşa gələr və əzizlənər. İkinci xüsusiyyət ki, İmam Sadiq ağa buyurur, gecə namazı insana verər, buyurur, tuhsinul xulqa. Gecə namazı əxlaqı gözəlləşdirər. İnsanın özündən asılı deyil. İnsanın özündən asılı deyil. Gecə namazı qıldığın qol qanadın sınacaq. Yəni sən, mən gecə namazı qılıram, özümü belə aparım deyil. Gecə namazı səni o cür aparır. Sən gecə namazı qıl, gör necə qol qanadın sınır. Ümumiyyətlə, bilirsiniz də namazın xüsusiyyətlərindən biri budur, adamı buduyar. Ağacı ki buduyurlar ha, kəsirlər ha budaqlar. Namazda bir dənə xüsusiyyət var. Adamın qol qanadını sındırar. Adama, niyə? Bu yaxşı bir şeydir. Namaz adamı sındırmır ha. Dünya sındırmağından deyil bu. Allah sındırmağındandır ki, ucaldır. Bəndəyə bəndəçiliyini dərk elətdirir. Nə qədər hegemon adam olsa, namaza gələndən sonra çox sakit bir insana çönür. Nə qədər kobud adam olsa, namaza gələndən sonra dəyişir. Nə qədər pis söz danışan adam olsa, namaz qılandan sonra da xəcalət çəkir. Tədricən olsa da, ağzından çıxsa da tez tövbə eləyir, istiğfar eləyir ki, Allahümə da mən namaz qılıram, ayıb da adama nə deyərlər? O abır həya qoymur artıq. Allah ki deyir, namaz insanı pisliklərdən çəkindirər, çirkinliklərdən çəkindirər, budur. İnsanı eləyir bir dənə bəndə. Təbii ki, boğalıq, zalimlik, təkəbbürlük insana xas olan xüsusiyyətlər deyil, heyvana xas olan xüsusiyyətlərdir. Bir nəfər ki, hələ Allahını dərk eləməyib, bəndəçiliyini dərk eləməyib, təbii ki, bu xüsusiyyətlər onda hələ ölməyib. Namaz bir dənə dərmandır, onları öldürmək üçün, o mikrobları aradan aparmaq üçün. Ona atan kimi boğalıq mikrobu ölür, təkəbbürlük mikrobu ölür. Odur ki, imam buyurur ki, gecə namazı da bu xüsusiyyətə malikdir. Tuhsinul xulqa, insanın əxlaqını gözəlləşdirər. Özündən asılı olmayaraq, beqoli, avtomatik olaraq sən başlayacaqsan mehriban danışmağa, əxlaq göstərməyə, ədəb göstərməyə, böyüyün, kiçigin yerin bilməyə və əgər bu cür olsa, onda bil ki, gecə namazı qılırsan ki, dəyişməyə müvəffəq olmuşsan. Yox, əgər qılırsansa, bu şeylər olmayıbsa, onda hayf qıldığın gecə namazını. Yorma özünü.
Əgər gecə namazı qılmamışdan qabaqki ilə, gecə namazı qılandan sonraki davranışın ailə ilə fərq eləməzsə, qılmamsan o namazı, fərq eləməz. Onda yorma özünü. Əgər gecə namazı qılmamışdan qabaqki davranışın, danışığın, işlətdiyin sözlər gecə namazı qıldıqdan sonraki ilə fərq eləmirsə, onda demək olar ki, hələ gecə namazı qılmırsan, sadəcə özünü yorursan. Çünki İmam Sadiq əleyhissalamın sözü Allahın sözüdür və vədə-i mütləqdir. Gecə namazı qılanın əxlaqı gözəlləşməlidir. Gözəlləşməsə deməli, səndədir problem, gecə namazında deyil. Allahın verək öz Allahlığına xatir bizi bəndəçiliyə müvəffəq eləsin.